Azərbaycan yaşıl enerji istehsalını genişləndirmək istiqamətində növbəti mərhələyə yaxınlaşır. Qobustanda inşa olunan 100 meqavat gücündə güneş elektrik stansiyasında tikinti işləri artıq yekunlaşmaq üzrədir. Qobustanda inşa olunan 100 meqavat gücündəki güneş elektrik stansiyası artıq tikintinin yekun mərhələsindədir. Yeni stansiya Azərbaycanın enerji sisteminə ildə 200 milyon kilovat-saat yaşıl enerji verəcək. Bu stansiyanın istismara verilməsi illik təqribən 100 min tona qədər karbon dioksidinin havaya atılmasının qarşısını alacaq. Eyni zamanda 45 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək ki, sonradan həmin qaz müvafiq bazarlara ixrac olunaraq ölkənin valyuta rezervlərinin artırılmasına sərf oluna bilər. Güneş panellərindən əldə olunan elektrik enerjisi birbaşa şəbəkəyə ötürülmür. Bunun üçün istehsal olunan enerjinin idarə olunması, qorunması və ötürülməsi xüsusi sistemlər vasitəsilə həyata keçirilir. Azərbaycan son illər ənənəvi enerji resursları ilə yanaşı bərpa olunan enerji mənbələrinin inkişafını da prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Qobustanda inşa olunmuş güneş elektrik stansiyası hesab edirəm ki, kifayət qədər bu baxımdan Azərbaycanın təkcə enerji təminatı baxımından deyil, eyni zamanda enerji ixracatçısı kimi kifayət qədər mühüm təsir imkanlarına malik olacaqdır. Əlbəttə ki, bu müasir dövrün, müasir dünyanın çağırışlarından biridir. Yeni ənənəvi, belə deyək ki, enerjidən, ənənəvi istehsal sahələrindən təbii enerji resurslarının əldə olunması və bu vacib məsələlərdən biridir. Hazırda ölkədə güneş və külək enerjisi üzrə yeni layihələrin icrası da davam edir. Məqsəd bərpa olunan enerji istehsalını artırmaqla Azərbaycanın enerji xəritəsində yaşıl enerjinin payını daha da yüksəltməkdir. Nurdan Demir, Röyal Əsədov, Rauf Məmmədov, AzTV xəbər.